Amma mən sizə bir dənə yaxşıdan misal çəkim. Demək istəyirəm ki, bunu üç danışıram, mən niyə danışıram, bekarıq biz. Demək istəyirəm ki, ehtiyatlı olaq ki, bizim bəzən müsbət bağlılıqlarımız bizə mane ola bilər, biz imama dəstək verək, sabah imam zuhur eləsə çətin ola bilər. Teremmahdan mən çox danışmışam. Teremmah ibn Ədi, bu Əli aşiqidir, Həzrət Əlinin aşiqidir. Küfədən çıxıb Nuxeylədə İmam Hüseynlə görüşür. Nuxeylə bir məntəqədir. Nuxeylədə görüşür, İmam Hüseyn soruşur ki, Küfədən nə xəbər? Deyir, ağa, pis xəbərlər gəlir Küfədən. Pisdir xəbərlər, getməyin. Gəlin, mən sizə aparım, özü Yəmənli idi. Yəmənə, orada sizə tərəfdar toplayayım. Həzrət İmam Hüseyin deyir ki, mənim yolum orada, yəni o işə qarışma. Mənim yolum orada. Deyir, orada xəbər pisdir, Müslümü öldürüblər filan. Ondan sonra deyir ki, yox, mən İmam Hüseyin görür ki, dönmür yolundan. Deyir, mən də sizdənəm. Mən də sizdənəm. Yanımda azuqa var, yemək, qida, ərzaq. Ailəm də burada yaxındadır. Aparım, verim onlara, gəlim. Deyir, bu çıxır İmam Hüseynin yanından, ağlayır. Deyirlər, niyə ağlayırsan? İcazə vermədi ağa. Dedi, yox, icazə verdi, ona ağlamıram. Gör, İmam Hüseyin necə qəribdir ki, mənə dedi, get, amma tez gəl. Get, amma tez gəl. Bu mesaj tutmadı. Bu İmam Hüseyinə ağlayıraq qəribliyinə, amma başa düşmür nədir ki? Bu bilmir ki, imamlar heç vaxt birbaşa. İmamlar işarə ilə danışır ki, onu tutan tutsun. İmam bir dənə söz deyər ki, sən özün nəticə çıxardasan. Deyir ki, get, tez gəl, yəni getmə. Getməni belə deyir. Bu getdi ki, gəlirəm. Getdi, azuqəni çatdırdı, gəldi. Hara tələsirsən, tez gedim İmam Hüseyin özü çatdırdı da evi dikilmişin oğlu. Başını nizəyə vurub Küfəyə aparırlar. Deyir, ağladı, çox ağladı. Bilirsiniz Teremmah kimdir? Teremmah Əlinin ən yaxın adamlarından biridir. Yaxşılar üçün qorxuludur məsələ. Pislərdən danışmıram. Yaxşılar üçün. Yaxşılar gərək ehtiyatlansın, narahat olsun. Teremmah pis bağlılıq dalınca getmədi. Ailə bağlılığıdır. Amma bir şey var ki, bəzən Allah vəlisinin əmrini gərək yerində icra eləyəsən, təxirə salmayasan. Necə ki, Həbib ibn Məzahirlə Müslim ibn Ovsəcə görüşür Küfənin küçəsində. Deyir, Müslim, hara gedirsən? Deyir, hamama gedirəm təmizlənməyə. Deyir ki, nə hamam vaxtıdır? İmam Hüseyin ağadan məktub gəlir, gəlib bizə, getməliyik köməyə. Deyir, elə orada, evinə də qayıdıb xəbər eləmir. İkisi də çıxır, gəlir Kərbəlaya və şəhid olurlar. İmam çağırırsa, gedim evə deyim, gedim ora, gedim bura, bu vaxt aparacaq. Bax, bunlar gəlib həll edici məqamda adamın əlini ayağına dolaşır.